Deməli, bu çubuqda 5 bölgü var. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Dayaq bura qoyulub, belə. Dayaq bura qoyulubdur. Sağ tərəfdən, bax, B nöqtəsi, O nöqtəsidir. Bax, bu nöqtədən M kütləli yük asıblar, belə. M kütləli yük asıblar. Deməli, bu nöqtədən də, bura A nöqtəsidir. Buradan da M kütləli yük asıblar. Amma burada belə fərqi var ki, bu yükü salıblar mayenin içərisinə, suyun içərisinə. Bax, belə. Oldu. Deməli, biz nə eləməliyik? Kürə mayenin tamam daxilindədir, düz deyir. Mayenin sıxlığı R'dur. Mayenin sıxlığı R'dur. Metalın sıxlığı nəyə bərabərdir? Yəni, bu metalın sıxlığını biz müəyyən eləməliyik. Oldu, metalın sıxlığını tapmalıyıq. Gəl baxalım, bunu əvvəl qüvvələri göstərəcəm. M kütləli cisimə aşağı istiqamətdə nə eləyir? mg ağırlıq qüvvəsi təsir edir. Oldu. Bu cisimə də aşağı istiqamətdə kütləsi M olduğuna görə mg ağırlıq qüvvəsi təsir edir. Amma yuxarıya nə təsir edir? F Arximed qüvvəsi təsir edir. Aydın oldu? Hə. Bu mg, bu fırlama oxu əsasının ətrafında desək, O nöqtəsindən izlənən. Bax, mg qüvvəsi O nöqtəsindən izlənən bu cisimi, çubuğu sağa dəqrəb istiqamətdə döndürməyə çalışır. F Arximed də belə bu cisimi sağa dəqrəb istiqamətdə döndürməyə çalışır. Mayədəki küləyə təsir edən ağırlıq qüvvəsi cisimi sağa dəqrəbin əsl istiqamətində döndürməyə çalışır. Biz momentlər şərtini yazmalıyıq. Momentlər şərti belədir. Baxın, sağa dəqrəb istiqamətində fırladanlar yazacağım. mg vurulsun 2, mg vurulsun 2, F Arximed vurulsun 3. Bunlar sağa dəqrəb istiqamətdə fırladan qüvvələrin momentləri cəmidir. Bu mg vurulsun 3, sağa dəqrəbinin əsl istiqamətində fırladan qüvvələrin momentləri cəmidir. Bu bərabərlikdən 2 mg'ni sola çəkirsən, alarım 3 mg, çıxılsın 2 mg, bərabərdir 3 F Arximed, əmsalları qabağa verdik. mg bərabərdir 3 F Arximed. Cisimin sıxlığı Rho olsa, Rho cisim olsa, Rho cisim, V cisim, bu M kütləsinin yerinə yazırıq. V cisim kürənin həcmidir. J bərabərdir. Burada Arximed yazılış belə var. Rho maye, J, V cisim. Cismin hamısı batıb ona görə. V cisimlər ixtisar gedir. J'lər də ixtisar gedir. Rho cisim bərabərdir 3 Rho maye. Mayenin sıxlığı Rho'dursa, cisimin sıxlığı olacaqdır 3 Rho. Aydın oldu. Bu usulla momentlər qaydası tətbiq edərək bu məsələni həll edə bilərsiniz.